Salam dəyərli izləyicilər. Natural ədədlərdən buraxılış tipli suallara baxacağıq. Deməli, birinci sualımız. 360 ədədinin sadə vurğularının sayını tapın. Sadə vurğuların sayını tapanda biz sadə vurğulara ayırırıq. Yəni 360 bölü 2 alınır 180, 2-yə bölürük 90, 2-yə bölürük 45, sonra 3-ə bölürük 15, 3-ə bölünür 5 və 5-ə bölünür 1. Neçə dənə sadə vurğu oldu? Bunların sayırıq. 1, 2, 3, 4, 5, 6 dənə. Yəni bunu da yazsaq 360 necə yazırıq? Bərabərdir. 2-dən 3 dənə var, yəni 2 üstü 3 vur. 3-dən neçə dənə var? 3 üstü 2. Vur olsun 5-dən də bir dənə var. 5 üstü 1 şəklində yazılır. Yəni üstlərin cəmidir. Sadə vurğuların sayı. Bu da 6 dənə eləyir. 3, 2, 1. Ümumi 6 dənə sadə vurğu olacaq. Sadə vurğuların sayını tapın. Deməli, tapdıq. İkinci suala baxsaq. İkinci sualımız. Diaqramda natural ədədin müxtəlif sadə vurğuları və onların sayı göstərilib. D ədədin natural bölənlərinin sayını tapın. Deməli, ədədimiz nədir? Müxtəlif sadə vurğular 2-dir, 3-dür, bir də 5-dir. 2-dən neçə dənə var? Görürük diaqramdan 2-dən 3 dənə var. Yəni 2 üstü 3 ədədimiz. Vur olsun 3-dən neçə dənə var? 4 dənə. 3 üstü 4. Vur olsun 5-dən neçə dənə var? 6 dənə var. Yəni 5 üstü 6-dır. Ədədimiz budur. Biz natural bölənlərin sayını tapanda nə edirik? Üstlərinə 1 əlavə eləyib vururuq bir-birinə. Yəni 3 üstə gəl 1. Vur olsun 4 üstə gəl 1. Vur olsun 6 üstə gəl 1. Bərabərdir. 4 vur olsun 5. Vur olsun 7. Bu da 4 vur 5 20. 20'ni də 7'ye vuranda 140. Cevabımız olacaq 140. Sonra keçək 3-cü suala. Deməli uşaqlar, 3-cü sualda 20-dən böyük olmayan natural ədədlər içərisində 20 ilə qarşılıqlı sadə olan neçə natural ədəd var? Bunu biz saya da bilərik 20 kiçik ədəd olduğuna görə. Bunun rahat bir qaydası da var. İlk öncə 20 sadə vurğulara ayrılır, 2-yə bölünür, 10, 2'ye bölünür. 5 və 5'e bölünür. 1. Yəni 20 nəyə bərabər oldu? 2 üstü 2 vur olsun 5 üstü 1'ə. Özündən kiçik və özü ilə qarşılıqlı sadə ədədlərin sayını tapanda da biz nə edirdik? Həmin ədədi 20'ni vururduq. Qayda necə idi? 1 çıxılsın, 1 bölünsün. Biz bu əsaslara baxırdıq bu dəfə. Bunlar hamısı olduğu kimi qalır. Düsturda bir dənə buralar dəyişir. Yəni əsaslar 2 vur olsun. Bu da ki 1 çıxılsın, 1 bölünsün, nə qalacaq? 5 qalacaq. Bu da bərabərdir. 20 bizdə ilə 2 üstü 2 vur olsun, 5 üstü 1 də 5 eləyir. Yəni bu şəkildə yazaq 20'ni vur olsun. 1-dən 2-də 1 çıxanda 2-də 1 eləyir. Vur olsun 1-dən 5-də 1 çıxanda da yəni 5'i 1'ə vurub 5 payından 1 payını çıxırıq. Yəni 5'də 4 eləyər. Bu da bərabərdir. 5'lər getdi. Bu 2'lər də getdi. Buradan bir dənə 2 qaldı. Burada da 1 vur 4. Yəni 4 bərabərdir. 8 dənə qarşılıqlı sadə olan neçə natural ədəd var? 8 dənə sadə olan natural ədəd var. Yəni 20 ilə. Keçək 4-cü suala. 2 ardıcıl cüt natural ədədin cəmi 66 olarsa bu ədədlərdən kiçiyini tapın. Ardıcıl cüt natural ədədlərin formulu necə idi? 2 eyni şəklində yazırdıq. Birinci kiçik ədədi bunu götürək. İkinci ardıcıl cüt ədədlər olduğuna görə 2'nin üstə gəl 2 olacaq. İkinci ədəd. Yəni bu birinci ədəddir. Bu isə ikinci ədəddir. Ardıcıl gələn. Üstə gəl. Bunların cəmi 66'dır deyilir. Bu ədədlərin kiçiyini tapın. Yəni 2'ni tapmaq lazımdır. 2'nin bərabər sual işarəsi qoyuruq. Buradan alınır 2'nin üstə gəl 2'nin 4'in bərabərdir. 2 də sağa keçəndə 66'dan 2 çıxırıq 64 olur. Buradan da yenimiz bərabər olur. 64'ü 4'ə bölsək 16. 2'nin də bərabər eləyir. 2 vur olsun 16. O da ki bərabərdir 32 olar. Yəni
kiçiyi olacaq bizdə 32 olar. Keçək 5-ci suala. Deməli 5-ci sualımız. 5-ci sualımız necədir? 10 və 43 intervalında 10-dan 43 daxil deyil bizə. İntervalında 6-ya tam bölünən ədədlərin cəmini tapın. 6-ya tam bölünən ədədlərin cəmini tapın. Yəni burada sayacağıq. 6-ya bölünən ədədlər hansılardır? 12-dir. Sonra gələn 6-ya tam bölünən ədəd 18-dir, yəni bu aralıqda. 24-dür, 30-dur, 36-dır və neçədir? Bir də var 42. Yəni bu aralıqda bu qədərdir. Bərabərdir. 12 ilə 42-nin cəmi 54 eləyir. Görürsünüz 18 ilə 36-nın cəmi 54 eləyir. Yəni rahat qayda. 24 ilə də 30-un cəmi yenə də 54 olduğuna görə burada 3 dənə 54 olacaq. Yəni 3 vur 54 olacaq. Bərabərdir bizdə 3 dəfə 4 12, o da 162. 162. Cavabımız Y variantı olar. Deməli belə. Sonra keçirik 6-cı. Çox sadə bir misaldır. 6-cı misala keçirik. 6-cı misalda nə var? Cəmi 30 olan 3 ədədin ikincisi birincidən 4 dəfə böyük. Üçüncüdən isə 6 vahid böyük olarsa. Deməli, ikincisi birincidən 4 dəfə böyükdür. Biz götürək belə. Üçüncünü də götürək belə. Biz birincini x götürsək, deyilir ki, ikincisi birincidən 4 dəfə böyükdür. Yəni birincidən 4 dəfə böyükdür, 4 vur x olacaq ikinci ədəd. Sonra həmin ikinci ədəd, üçüncüdən 6 vahid böyükdür deyir. Yəni baxın, ikinci ədəd üçüncüdən böyükdür 6 vahid. Onda üçüncü ədəd nədir? İkincidən 4 vahid kiçik olacaq da, yəni 4 kiçik 6 yaza bilərik də buna. Üçüncüdən 6 vahid böyük olarsa ikinci. Yəni ikincidən çıxırıq. Üçüncünü tapan nə edirik? İkincidən 6 vahid, yəni 6-nı çıxırıq. Azdır, yəni 6 vahid azdır. Bunların cəmi bizə deyilir ki, 30-dur. Bu ədədlərin hasilini taplayır. Ayrı-ayrılıqda ədədləri tapmalıyıq və hasilini tapmalıyıq. Ayrı-ayrılıqda ədədləri tapmaq üçün də x-i tapmalıyıq. X üstə gəl 4, 1x üstə gəl 4x üstə gəl 4x eləyir 9x. Buradan da bərabərdir. Bu 6 sağa keçəndə 30 üstə gəl 6 eləyir 36. Buradan x-imiz alınır. 36-nı 9-a böləndə eləyir 4. Bu bizdə 4 oldu x-imiz. Yəni birinci ədədimiz elə altından yazalım 4. 4-ü 4-ə vuranda bura 16 ikinci ədəd. O birisi də 6 vahid kiçikdir də bizdə. 4x çıx 6. Yəni bu da olacaq 3-cü ədəddən 2. Yəni 16 çıx 6 10. Buradan 4 vurulsun 16 vur 10. Ədədlərimiz bunlardır. 4-ü 16-ya vuranda 64. Onu da vursaq 640 olar cavabımız. Belə. İndi çalışma 7-yə baxaq. Misal 7. Misal 7-miz n bərabərdir 2n şərtini ödəyir. 2 vurulsun əkop 2 üstü n. Bir də 3 üstü n var. Sonra çıxılsın 3 vurulsun 2 üstü n. Buradan da 3 üstü m'dir. Bərabərdir 33'ə bu. Yəni bərabər yazaq. Buradan belə 33 yazaq. Bu 33'ə bərabər olsun. Bu formada. M də 2n'ə bərabər deyilir. M'in yerinə 2n yazacağıq. Yəni belə yazsaq da belə götürək. Birinci əkobları tapaq görək. 2 üstü n yazıram. Baxın 3 üstü 2 n yazırıq. 3 üstü 2 n yazırıq biz. Lap n 1 olsa da, 2 olsa da, yenə də 3 də olsa da bunların əkobu olacaq bizdə həmişə nə? Hasili olacaq. Yəni bir-biri ilə 2 üstü n ilə 2 üstü n ilə 3 üstü 2n nə olacaq? Həmişə bir-biri ilə qarşılıqlı sadə olacaq. Çünki 2 ilə 3 nədir? Qarşılıqlı sadədir.
Qarşılıqlı sadə ədədlərin də əkobu necə tapılırdı? Yəni əkobu hasili idi. 2 üstü n vurulsun 3 üstü 2n deməkdir. Bu belə. Buradan da bunu sadələşdirsək, laf sadələşdirək. Burada 2 üstü 2 vurulsun, belə yaza bilərik də bunu. 2 vurulsun 3 üstü 2 üstü n şəklində yaza bilərik də. Bu n-i tezdən vurub açsaq hər ikisinə aiddir. Bu da bərabər 2 vur 3-ün kvadratı 18, yəni 18 üstü n olar. 18 üstü n aldıq. Belə bir şey. Buradan da biz nə alırıq? Deməli 18 üstü n aldıq. 2 vurulsun 18 üstü n aldıq. Çıxılsın 3 vurulsun. Qarşılıqlı sadə ədədlər dedik. Qarşılıqlı sadə ədədlərin əbobu da, daha doğrusu burada əbob yazmamışam. Üzürlü sayın əbob, yəni bu da əbobdur burada. Əbobu da 1 olur. Bu da bərabərdir 33 alınır. Buradan nə alınacaq? 2 vurulsun 18 üstü n-imiz nəyə bərabərdir? 33. Bu 3 də sağa keçəndə 36 eləyir. Buradan 18 üstü n-imiz nəyə bərabərdir? 36-nın 2 bölündə 18. Oradan n-imiz bərabər olacaq 1-ə. N 1-dir, m də neçədir? 2 vur 1, yəni 2. Bunların cəmi 2 üstə gəl 1, eləyər bizdə 3. Bu cavab 3-dür. Belə. Keçək 8-ci suala. 8-ci sual. X bölü 13 bərabərində x-in hansı qiymətində? X-in hansı qiymətindədir? Qalıq ən böyük olar. Qalıq ən böyük olar deyiriksə, x bölsün 13. Biz bunu kəsr şəklində də yaza bilərik. Baxın. X böl 13 yazırıq və bərabərdir 5. Qalıq ən böyük olar deyirsə, qalıq ən böyük nə qədər ola bilər? Qalıq həmişə nə götürürük? Böləndən kiçik götürürük. Qalıq həmişə böləndən kiçik olmalı. Bölənimiz nədir? 13'dür. Yəni 13'dən kiçik olmalıdır. Qalığımız nə olmalıdır? 13'dən kiçik. Bizə deyir ki, qalıq ən böyük olar. Ən böyük qalıq neçə ola bilər? 12 ola bilər. 13'dən kiçik olan. Yəni 12. Bizdə ikisinin hansı qiymətini deyir? İkisi də tapsaq buradan. Böləni vururduq natamam qismətə. 12 vururduq 5'ə. Üstündə də nəyə gəlirik? Qalığı gəlirik. Bərabərdir. Buradan 65. 65 üstə gəl 12 də eləyir. Neçə? 77. Yəni burada cavabımız olur 77. Bu qədər. 9-cu suala baxaq. 9-cu sualda ABC-nin açılışlardan istifadə edərək A üstə gəl B cəminin ən böyük qiymətini tapacağıq. Açılışı birbaşa yazacaq. ABC'nin açılışı nə olacaq? 9-cu çalışmada 100 A üstə gəl 10 B üstə gəl C. Sonra çıxılsın 100 B üstə gəl 10A üstə gəl burada da C yazırıq. Bu da bərabərdir 360-a. Deməli sadələşdirək sol tərəfi 100A üstə gəl 10B üstə gəl C. Çıxılsın. Mənfi olduğuna görə hamısı mənfi olacaq. 100B işarələr dəyişir. Çıxılsın 10A çıxılsın C. O da bərabərdir yenə. Buradan bərabərdir 360 yazacaq sağda. Bunları sadələşdirsək 100A'dan 10A çıxanda 90A eləyir. Bu C'lər getdi islah. C çıxılsın C. 10B'dən də biz 100B'ni çıxanda mənfi 90B eləyirik. Bərabərdir 360. Buradan da 90 çıxardırıq mötərizə xaricinə qalır. A çıxılsın. B bərabərdir 360. Buradan A çıx B'miz alınır neçə? 360'ı da 90'a bölsək 4. Yəni A bərabərdir olur bizdə 4 üstə gəl B. Bizdən nə soruşulur? A üstə gəl B cəminin ən böyük qiymətini tap deyir. B ilə A bir rəqəm olmalı. Yəni bir rəqəmli ədədlər olmalıdır. B-nin yerinə biz ən böyük, yəni 5 yaza bilərik. 5 yaza bilərik. A-mız da onda nə qədər olacaq? 5 yazsa 4 üstə gəl 5 o da eləyir 9. Yəni ən böyük qiymət bu formada ola bilər. A üstə gəl B. Cəmini soruşur. O da 9 üstə gəl 5. Bərabər olar 14-ə. Belə. Keçək 10-cu suala. 10-cu sual ən asan sualdır. 72-dən 6 dəfə kiçik olan ədəd dedikdə 72-ni həmin 6-ya böləcəyik. O da eləyir 12. 12.
Sonra keçirik 11-ci suala. 11-ci sualda nə var? Deməli, 3 ardıcıl natural ədədin cəmi 63-dür. Ardıcıl natural ədəd dedikdə tək ədəd yox, cüt ədəd yox, sadəcə ardıcıl natural ədədlər dedikdə. Birinci biz x yazırıq. İkinciyə elə x üstə gəl 1 yazırıq. Üçüncüyə də birbaşa nə olacaq? Ardıcıl ədədlər bir vahid fərqlə yazılır. X üstə gəl 2. Ardıcıl gəlir. Bunların cəmi 63-dür deyilir. Bizə deyir, bu ədədlərdən ən kiçiyi ilə ən böyüyün hasilini tap deyir. Əvvəlcə x-i tapaq. Buradan 3x olar. X, x, x. Bərabərdir 63-dən də biz bu 1 ilə 2-nin cəmi, yəni 3-ü çıxsaq, 3x-imiz bərabər olur 60-a. X-imiz də bərabər olacaq 20-yə. Yəni, kiçik ədədimiz olacaq 20, böyük o biri ədəddə, üçüncü ədəddə x üstə gəl 2 idi. Vur olsun 22 olacaq da ardıcıl gələn ədədlərdə. Bu da hasil də olur, bizdə 440 olacaq. Yəni, kiçik ilə böyüyün hasili 440 olacaq cavab. Belə. Sonra 12. 12 necə olar? Baxaq. 12-ci sualda en natural ədədi üçün bizə nəyi xatırladır? Əbob 2-in üstə gəl 1 ilə 2-in çıx 1 nəyin formuludur? Bunlar 2-in çıx 1 ilə 2-in üstə gəl 1 ardıcıl tək ədədlərdir. Yəni, necə yəni? 2-in çıx 1-in üstünə biz 2 gələndə nə alırıq? 2-in mənfi 1 üstə gəl 2-də üstə gəl 1-də. Yəni, 2 fərqlə, 2 vahid fərqlə yazırıqsa, o ardıcıl tək ədədlərdir. Tək ədədlərin formulu idi bu da. Ardıcıl, biz bilirik ki, ardıcıl tək ədədlərin əbobu da nəyə bərabərdir? Əbobu da elə ardıcıl tək ədədlər bir-birlə qarşılıqlı sadə olduğuna görə əbobu 1-dir yəni. Bizdə 1-in yerində nə var? 4-in çıx 7 var. Yəni, belə yazaq, 4-in çıx 7 yazaq. Bu da həmçinin bərabərdir nəyə? 1-ə. Yəni, 4-in çıx 7-miz bərabərdir nəyə? 1-ə. Buradan 4 enimiz alınır 8, enimiz də alınır 2. Enimiz 2 oldu. Enin yerinə 2 qoyub əkobu tapacağıq. Əkob bərabərdir. Əkob 13 vur. Yəni bunu yazaq da belə burada. 13 vur olsun. Enin yerinə 2 yazsaq. Çıx 2. 26-dan 2 çıxanda 24 eləyir. Elə burada yazaq. O birisi də enin yerində 2 yazsaq. 15-i 2-yə vursaq 30. 30-un üstünə 2 gəlsək 32. Bunu da əkobunu tapsaq. Əkobunu da tapaq. Bunu necə tapırıq? Bunu da belə yazaq. Əkob belə bir qaydamız da var idi. Rahat şəkildə yazsaq. Ortaq olan nədir? Əbobu ilə 24 8 idi də. 8 vur 3. Yaz şəklində yaza bilərik. Bunu da 8 vur 4 şəklində yaza bilərik. Bu da bərabərdir. Yazırdıq biz 8 ortaq vur o kimi çıxırdı. Əkob nə qalırdı? 3 ilə neçə? Burada 4. Bərabərdir. Buradan da nə alınır? 8 vur olsun. 3 ilə 4 ardıcıl ədədlər olduğuna görə, ardıcıl ədədlər də qarşılıqlı sadə olduğuna görə əkobu nə olur? 3 vur olsun 4. Yəni hasil şəklində tapılır. 3 vur 4, 8 vur. Neçə eləyir? 3 vur 4, 12. O da eləyir. Neçə? 96. Cavabımız olacaq, yəni cavab olacaq 96 bu formada. 13-cü suala baxaq. 13-cü sual. 13-cü suala. A və B natural ədədlərinin sadə vurğulara ayrılmış Euler Venn diaqramı ilə verilmişdir. Bizə nə deyilir? Həmin ədədlərdir. A-nın B natural ədədlərdir. Əbob kvadratına böləndə bu nə idi? Deyilir ki, əbobun kvadratı AB. Burada belə yazılıb. Bu nəyi ifadə edir bizdə? Bu bizdə ortaq olmayan sadə vurğuların hasilini ifadə edirdi düsturdan. Yəni C-ni. Ortaq olmayan sadə vurğular da hansılardır? 2-dir burada. Ortaq olmayanlar. Ortaq olanlar kəsikmədəkilərdir. Ortaq olmayanları isə bunlardır. Yəni 2, o biri tərəf B-də də qalanlar 3, 5, 7. 5, 7. 2-ni 5-ə vuranda 10 eləyir. 3-ü də 7-yə vuranda 21. 21, bu da 10. Yəni 21 də 10-a vuranda 210.
Cevabımız olacaq 210 olar. Deməli belə. Keçək o biri suala. 14-cü suala keçirik. 14-cü sualda nə var? Deməli, əbobumuz verilibdir. EBOB AB'miz verilib neçə? 441. Deməli, belə bir şey yazdıq. 41 olarsa deyir, verilmiş diaqrama əsasən emi tapın. Baxın, əbob A ilə B-nin A'mız bərabər eləyək biz nəyə? Əbob həmçində nə idi? Ortaq olanların hasili idi da. Ortaq sadə vurğuların hasili, əbob. A'mız nədir? Görsüz ştrixlənmiş kvadrat. 3 vurulsun, 3 üstü neçə? 3-dən neçə dənə var? Sadə vurğuların sayı da verilib də 3-dən. Üstü 6 vurulsun nədir? Müxtəlif sadə vurğular m. M-dən neçə dənədir? 2 dənə, yəni m kvadratı. B-miz neçədir? O biri hissə, yəni 3 üstü neçə? 2 vurulsun nədir? O da ki m üstü neçədir? 7-dir. Deməli, ortaq olanlar biz əbob həm işinə götürürük. Əbobu üstü kiçik olanları. Yəni 3 üstü 6 ilə üstü 2-dən hansını götürəcəyik ortaq olan əbobda? Əbobumuz olacaq 3 üstü 2 vurulsun kiçik olanlar. Yəni kiçik olanları götürürük. Üstü kiçik olanları əbobda. Əkobda amma üstü böyük olanları götürürük. Baxın 3 üstü 6 ilə 3 üstü 2-dən nəyi seçdik? Ortaq olan 3 üstü 2 olacaq. M üstü 2 və M üstü 7-dən nə olacaq? M kvadratı olacaq. Da bərabərdir 400 nə götürürəm? 41 götürəcəm. Bunu da necə götürürük? 3 vurulsun M-in kvadratı şəklində götürəcəyik. Bu da bərabərdir. Bu da həmçinin nədir? 21-in kvadratıdır. Buradan yəni 3 vurulsun M-imiz nə alınır? 21 alınır. M də bərabərdir. Neçə alınacaq? 7 alınacaq cavab. Yəni M-i tapdıq necə? 7. Belə. Baxaq biz 15-ci suala. 15-ci suala. 15-ci sualımız. Diaqramda A, B, C natural ədədlərinin sadə vurğuları və onların sayı verilmişdir. Bizə nə deyilir? Əkob A, B bölünsün əbob B ilə C. Burada biraz maraqlı sualdır. Bərabərdir. Baxın. Birinci A, B, C-ni yazaq. Yəni A, B, bir də ki C. A'mız nədir? A'mız bizdə bu formada olan, görürsünüz ştrixlənmiş 3'ten neçə dənə var? 3 üstü 6 vurulsun. Baxırıq biz nəyə? 7 üstü neçədir? O da ki 3, 7 üstü 3'dür. Bunu yazdıq. Sonra B'ni yazırıq. B'miz ikinci olandır. Yəni 3 üstü 4 vurulsun. Orada da 7 üstü 7'dir. C'miz də yazsaq, C'miz də bizdə üçüncü olan, yəni 3 üstü 5 vurulsun 7 üstü 6. Bunlardan birinci əkob AB'ni tapırıq. Baxın, birinci bunlar sonra bunların əbobu. Birinci baxaq bu hissəyə, əkoba tapaq. Əkob. Yəni bunların əkobu nəyə bərabərdir? Əkobda biz nə dedik? Əkobda biz böyük olanları götürürük. Yəni 3 üstü 6 və 3 üstü 4'dən nəyi götürəcəm? 3 üstü 6'nı, üstü böyük olanları. Yəni bunu götürəcəm. Sonra burada 7 üstü 3'ü götürəcəyik, yoxsa 7 üstü 7. Yəni əlbəttə ki, böyük olan. Əkobda yəni ən kiçik ortaq bölünən olduğuna görə böyük olan. 7 üstün 7'ni götürəcəm. Əkobu budur bunların. Sonra bu ikisinə baxırıq, əbobu götürəcəyik. Əbobda nəyi götürürdük? Əbobda kiçik olan. Yəni 3 üstü 4 götürürük, yoxsa 3 üstü 5. Yəni kiçik olan götürürük. 3 üstü 4'ü ise ortaq olanların hasilidir. Burada 7 üstü 7 yoxsa 7 üstü 6. Yəni 7 üstü 6 götürürük. Buradan qiymətləri yerini qoyub yazsaq 3 üstü 6 vur 7 üstü 7. Buradan da 3 üstü 4 vurulsun 7 üstü 6 yazsaq. Bərabərdir. Bunlar ixtisar gedir bizdə. Qalır. Lap aşağıdan yazıram. Buradan bərabərdir. 3 üstü 2 qalır orada. Vurulsun. Buradan da 7 üstü bunlar ixtisar gedir. 7 qalır bir dənə. 7 üstü 1 yəni.
9 vurulsun 7 qalır. Bərabərdir 63 alınır cavab. Yəni cavabımız olar 63 burada. 16-cı sualda. Deməli belə. 15-ci sualda daha doğrusu. 16-cı suala keçək. 16-cı suala keçək. 16-da. A və B natural ədədləri üçün A-nın B-nin nisbəti. A-nın B-nin nisbəti 3-ün 4-ə nisbətindədir. Biz bunu belə yazırıq. Mən bunu belə yazıram. Baxın inşallah. A bərabərdir 3K yazırıq. B-ni də götürürük 4K şəklində yazırıq. Yəni nisbətlər belədir. Burada deyilir ki, əkyob AB çıxılsın əbob AB bərabərdir 88-ə. Və A üstəgəl B cəmini tapın. Yəni A üstəgəl B cəmini tapırıq. A üstəgəl B cəmimiz yəni 3K üstəgəl 4K. Yəni bərabərdir 7K-nı tapacağıq. Əkyob yazar görək. Əkyob A-nın yerinə 3K, B-nin yerinə 4K yazıram. Çıxılsın əbob 3K, bir də ki, görürsünüz 4K. Bərabər 88. İndi baxın, buradan K-nı çıxarsam mötərizə xaricində nə qalır? Əkyob qalacaq nə? 3 nə? Necə? 4 qalır. Çıxılsın. Buradan da K-nı çıxarsa nə qalır? Əbob bizdə qalır nə? 3 ilə 4. Gördünüz, bərabərdir. Buradan da K vurulsun. Əkyobu nə olurdu? Ardıcıl ədədlərin. Yəni hasili 3 vur 4. 12 olacaq. Çıxılsın. K vurulsun. Bu da ortaq olanların. Yəni 3 ilə 4-ün qarşılığı sadə olduğuna görə 1 olur. Əbobu da. Bu da bərabərdir 88. Buradan 12K çıxılsın K deməkdir də. Bu da bərabər 88. Buradan da 11K nəyə bərabər oldu? Bizdə 88-ə. K'mız da oldu neçə? 7 vurulsun. Buradan K'nı da tapdıq neçə? 88 11'ə böləndə 8 oldu da. Yəni 8. K'mız 8'dir. 7 vur bizə cəmi tapdı yerdə. 7 vur 8. Bunu tapırıq. Bu da eləyir bizdən neçə? 56. Belə. Baxacağıq 17-ci suala. 17-yə baxaq. M'in K natural ədədləri üçün tam ixtisar etdikdə kəsri K üstəgəl 2 bölülsün 100 K üstəgəl 47. İxtisar etdikdə M bölülsün nə alınır? M bölülsün N kəsri alınır. Baxın, bizə nə deyilir? Kəsrini tam ixtisar etdikdən sonra M bölən alınır. M ilə N, M və N qarşılıqlı sadədir. Yəni, ixtisar getmir daha. İxtisar geçmirsə nədir? Qarşılıqlı sadədir bunlar. Yəni, bu nəticə çıxır bizdə bu. Bizə nə deyilir? Əkyob M üstü 5 bir də N üstü 5. Yəni, belə yazsaq bərabərdir. Biz 7 üstü nə yazırıq? 10 yazırıq. Deməli belə yazdıq. Yenə də M ilə N qarşılıqlı sadə olsa da, üstü nə qədər lap 5, 10 olsa da, sonsuz bir şey olsa da, 100 olsa da nə olacaq? Əkyob. Bunlar qarşılıqlı sadə ədədlər olacaq bir-biri ilə. Əkyobu olacaq onda nə? M üstü 5-in N-ə üstü 5-ə hasili. Bu da bərabərdir. 7 üstü 10'dur. Bunu da yazırıq biz 7'nin kvadratının üstü 5 şəklində yaza bilərik. Burada M vur N. Üstü yazırıq nə? 5. Bu şəkildə yazırıq. Və bərabərdir. Bərabərdir. Burada da 49 üstünə yazırıq. 5 yazırıq. Buradan MN hasilimiz nəyə bərabər olur? 49'a bərabər olur. Burada bir hal var da. M ilə N biz nə dedik? Qarşılıqlı sadə ədəddir deyirik. Elə deyilmi? Qarşılıqlı sadə ədədlər olduğuna görə M1, yəni surəti 1, N də nə olacaq? 49 götürəcəyik də biz.
Yəni bu formada ola bilər. Başqa cür 7, 7 qarşılığı sadə gəlmir axı. Hasil 7. 1 ilə 49. Yəni 49-da nə yazırıq? 1 yazırıq. Buradan da K-mız birbaşa alınır. Yəni bu əslində 3-ə vurulanda alınır da. Yəni 3-ə vursaq, fikir verin 3-ə vursaq. Yəni əslində bu K üstəgəl 2 ilə 100 K üstəgəl 47 3-ə ixtisar getdikdə alınır. Bunu tezdən elə bil ki 3-ə vuranda nə alınır? Görürsünüz? 147-də nə alınır? 147-də. Bunu tezdən belə vurmaq da olar. Yəni belə bir şeydir də. Əslində tənasüblə yazsaq, baxın. Buranı lap silirəm. Tənasüblə də yazaq. Yəni 49-da 1 dedikdə 49-u K üstəgəl 2-yə vururuq. 49K üstəgəl 2-yə də vursaq 98 bərabər. Biri də 100K üstəgəl 47-yə vursaq, yəni 100K üstəgəl 47. Oradan da K bu tərəfə keçsin. Bizdə 100K-dan 49 sonra 51K olur. Buradan da 47-ni də sola keçirsək, eləyir 51. Oradan da K-mız da neçə olur? K-mız da olur bizim 1. Bizə M-in K cəmini soruşurdu. Yəni K-mız 1 oldu. M-imiz 49 deyirəm, 1 oldu. Yəni 1 üstəgəl 49 üstəgəl neçə? K-mız da elə 1-dir. Da bərabərdir 51 oldu cavab. Yəni 51 cavabımız olacaq 51. Bu qədər suallarımız gələn dərsə qədər. Görüşənədək sağ olun, salamat qalın.